Salam, hər vaxtınız xeyir olsun. Sınaq 31, Nərgiz Nəzəf 250 sınaq test toplusundan personal pronouns, yəni şəxs əvəzikləri mövzusunun izahını verəcəyik. Əslində bu personal pronouns mövzusunun ikinci sınağıdır. Bundan əvvəlki sınaqda, yəni sınaq 30, şəxs əvəzikləri mövzusunun birinci sınağı idi və ətraflı şəkildə izah etdim. Bu mövzu haqqında heç biliyi olmayan şagirdlər üçün qayda kitabçamızdan və test üzərində daha ətraflı şəkildə mövzunun izahını verdim ki, kim əgər bu mövzu haqqında heç bir məlumatı yoxdursa, rahatlıqla testin həllinə bələd olsun. Lakin bu sınağı ətraflı şəkildə başlamayacaq, yəni sadəcə testlər üzərində ümumən qaydanı izah edəcəm və testin həllərini izah edəcəm. Belə. Başlayaq. Deməli, birinci sualımızda nöqtədən əvvəl to, yəni sözünü var. Bilirik ki, sözünü və ya feildən sonra nöqtə qoyulubsa, həmin nöqtənin yerinə obyektal işlənəcək. Təbii ki, biz mövzunu izah edəndə dedik ki, İki şəxs əvəziklərinin iki halı var, adlıq hal və obyekt hal. Adlıq hal mübtəda vəzifəsində işlənir. Adlıq hallar məsələn I, you, he, she, it bu formada və obyekt hallar isə əsasən tamamlıq vəzifəsində işlənir cümlədə feil və ya sözünüdən sonra işlənir. İndi burada nöqtədən əvvəl to sözünü olduğuna görə sözünüdən sonra obyekt hal gəlir. Cavablarda baxırıq ki, Z obyekt hal deyil, adlıq haldır. He, she də, we də həmçinin. Yalnız bir variantımızda obyekt hal var, o da C variantı. İkinci sualda yenə sözünüdən sonra obyekt hal gəlir. Cavablarda çox da uzatmadan birbaşa deyirəm. A variantı you obyekt haldır, digərləri obyekt hal deyil, adlıq haldır. You həm adlıq, həm obyektdir. Çaşdırmayın, deyərsiniz ki, bəs you həm də adlıq haldır. Bəli, you həm adlıqdır, həm obyektdir. Bəzi uşaqlar bəzən belə bir sual verir ki, bəs mən hardan bilim burada A variantındakı you obyekt yoxsa adlıqdır? Elə bir sual verməyimiz absurddur. Çünki you-nu biz həm obyekt hal kimi istifadə edə bilərik, həm adlıq hal kimi. Mənə burada hal-hazırda variantlarda obyekt hal lazımdır. You da obyekt hal olaraq doğrudur. Deməli, o variantı götürə bilərəm. Üçüncü suala baxırıq. Üçüncü sualda nöqtədən əvvəl which sözünü gəlib, sözünüdən sonra obyekt hal gəlməlidir. B və C variantındakı he, she obyekt hal deyil. Cavab qalır A, D, Y variantı. Tərcüməyə diqqət edirik. My nephew wasn't alone at home. Mənim deyir bacıoğlu və ya qardaş oğlum evdə tək deyil. Mike was with. Mike onunladır. Was with him. Onunladır. Yəni söhbət burada mənim qardaş oğludan gedir və ya bacıoğludan gedir. O da oğlan cinsi, kişi cinsi olduğuna görə cavab Y variantı. Her qadındır, zem də cəmdir. Qardaş oğlu dedikdə tək nəzərdə tutur. Ona görə Y variantı doğru cavabdır. Dördüncü sualda yenə nöqtədən əvvəl feil gəlir, feildən sonra obyekt hal gəlir. Yalnız cavablarda bir obyekt hal var, o da as Y variantı. Beşinci suala diqqət edirik. Beşinci sualda yenə invited feildir, feildən sonra obyekt hal gəlir. She, we, they obyekt hal deyil, adlıq haldır. İkinci nöqtədən də əvvəl sözünü gəlib, sözündən sonra obyekt hal gəlməlidir. He obyekt hal deyil, D variantı. Altıncı sualda bicycle altına xətt çəkilmiş sözləri əvəz edərkən birinci həmin sözə yox, ondan əvvəl və ya sonra gələnə baxırıq ki, bu hansı hal və ya formadadır. Nöqtədən dedikdə, yəni bicycle-dan əvvəl by feil gəlib, feildən sonra gələn ifadə obyekt halda olmalıdır. Deməli, burada bicycle obyekt haldadır. B variantındakı it's obyekt hal deyil, onu it's-lə əvəzləyə bilmərik. It is ümumiyyətlə obyekt hal və ya formalara aidiyyatı yoxdur. Obyekt hal itdir. C, Y və D variantı obyekt haldır. Digər tərəfdə də my nephew-dan əvvəl for sözünü gəlib, sözünüdən sonra obyekt hal gəlməlidir və nephew biraz əvvəl dediyimiz kimi bacıoğlu və ya qardaşoğlu kişi cinsidir. Her qadın olduğuna görə C variantı gedir, zem cəm olduğuna görə D gedir. Cavab qalır Y variantı. Nephew dedikdə təkdə nəzərdə tutur. Qardaşoğlu və bacıoğlu. Sonunda S yoxdur ki, cəm olsun. 7-ci sualda yenə find feildir, feildən sonra adlıq hal gəlməz, asılı forma zeyr gəlməz. Növbəti sınaqlarda asılı və ya müstəqil formanı da ətraflı izah eləyəcəyik. A, B və C variantı qalır. Diqqət edirik ki, əvvəldə həmişə belə digər bir neçə variant arasında qaldıqda bu mövzuda əvvələ qayıdın. Əvvəldəki ismə baxın. İsim cinsiyyət olaraq hansı cinsi bildirir və ya cəmmi, təkmidir? Bunlara diqqət etsiniz, cavabı rahatlığına tapa bilərsiniz. Keys, açarlar, söhbət açarlardan gedir, cəmdədir. Her və ya it təkdə olduğuna görə cavab qalır A variantı. 8-ci sualda yenə nöqtədən əvvəl like feil var, feildən sonra obyekt hal gəlməlidir. B variantı Z adlıqdır. Digər variantlar qalır və əvvəldəki biçməliklərdən söhbət gedir. Bu cəm isim olduğuna görə it təkdə C variantı verə bilmərəm və ya daha doğrusu ikinci tərəfə baxdım səhvən.
Y variantına verə bilmərəm, çünki birinci nöqtədə it versək, bit cəmdədir, cəmi itlə yox, zemlə əvəzləməliyik. Qalır A, D və C variantı. İkinci nöqtə isə obyektal deyil bu səfər. Bu səfər mübtədadır, yəni ar xəbər olduğuna görə xəbərdən əvvəl ingiliscəsində mübtəda gəlir və biz mübtədanın yerinə həmişə adlıq hal veririk. Adlıq hal it, adlıq deyil, aslı və ya müstəqil formadır. Qalır A və C variantı. Ar cəm xəbər olduğuna görə it ar olmaz. Zey ar ola bilər. C variantı ona görə gedir, qalır A variantı. İtlə iz ola bilər. 9-cu sualda birinci nöqtə adlıq hal olacaq, ikinci nöqtə obyektal. Niyə? Birinci nöqtə play feili, yəni xəbərindən əvvəl gəlir. Xəbərdən əvvəl mübtəda gəlir, yazaq buramı, yəni mübtəda. Mübtəda vəzifəsində adlıq hal olmalıdır. Məsələn, cavablarda bəli, hamısı adlıq haldadır. İkinci nöqtə isə İkinci nöqtədə play feildən sonra gəldiyinə görə feildən sonra obyektal gəlməlidir. Cavablarda it's A variantı obyektal deyil, geri qalan variantlar hamısı doğrudur. Bu səfər biraz tərcüməyə müraciət edirik. Laura and I, Laura və mən sevirik voleybolu. Biz oynayırıq. Laura və məndən söhbət gedirsə, mən və o bir yerdə biz hesab olunuruq. Y, C variantı gedir, qalır B və D variantı. İkinci tərəfdə də biz oynayırıq onları yoxsa onu. Təbii ki, onu deyəcək. Çünki söhbət voleyboldan gedir. İsimimiz voleyboldur. Tək olduğuna görə zəm yox, it verəcək, qalacaq B variantı. 10-cu sualda Helen mübtədadır, çünki doesn't go xəbərindən əvvəl gəlib. Mübtəda vəzifəsində adlıq hal olur. Her, him adlıq hal deyil, obyektaldır. Helen qadın cinsi olduğuna görə he yox, she verəcək. Digər tərəfdə də Robert deməli obyekt haldadır, çünki Robertdən əvvəl with sözünü gəlib, sözündən sonra gələn obyekt halda olur. He obyekt hal deyil, cavab qalır C variantı. 11-ci sualda burada nöqtə var. Nöqtədən sonra yeni cümlə başlayır bu nöqtədə. Yəni yeni cümlənin başlanğıcında olan cümlə üzvü təbii ki, mübtəda olur. Mübtəda vəzifəsində iştirak olunmalıdır və özündən sonra visit xəbər gəlib. Buradan da bilə bilərik ki, xəbərdən əvvəl mübtəda gəlir. Mübtəda adlıq hal tələb eləyir, as adlıq hal deyil. Digər variantlar hələ ki, qrammatik baxımdan doğrudur. İkinci nöqtədən əvvəl də visit feil gəlib. Feildən sonra obyekt hal gəlməlidir. We obyekt deyil, zeylər obyekt deyil. Cavab qalır B variantı. 12-ci sualda Mrs. Brown mübtədadır. Mübtəda adlıq hal istəyir. Çünki özündən sonra xəbər gəlib. Deməli, Mrs. Brown mübtədadır. Mübtəda və mırı olduğuna görə, yəni Mrs. olduğuna görə bu kişi cinsidir. She qadındır, atırıq. Zey cəmdir, olmaz. Bir adamdan, Mrs. Brown'la söhbət gedir. İkinci tərəfdə də his daughter obyekt haldadır. Çünki özündən əvvəl sözünü gəlib to və she B variantında obyektal deyil, qalır A və C variantı. Daughter qız cinsidir, qadın cinsidir, yəni onun qızı deməkdir daha doğrusu, qadın cinsidir. Qadın cinsi olduğuna görə him kişi cinsi gedir, cavab C. 13-cü sualda baxırıq ki, yenə birinci nöqtəmiz mübtəda adlıq hal istəyir, amma ikinci nöqtəmizdən əvvəl feil var deyə obyekt hal verəcək. Birinci tərəfə adlıq versək A-nı atarıq, ikinci tərəfə obyekt hal versək I, yəni D variantını atırıq, C variantındakı V-ni atırıq, B və Y variantı qalır. Əvvəldə deməli söhbət gedir, Andrew is a scientist, Andrew alimdir. Onlar deyir, yoxsa o deyir? Təbii ki, o deyir deyəcək. B variantı yox, Y variantı, həm də xəbərimizin sonunda S var, yəni təkdir, tells. Feilin sonuna, xəbərin sonuna S qoyduqda tək mübtəda ilə işlənməlidir, amma B variantındakı zeycəmdir, cavab Y variantı. Davam edirik 14-cü sualımızda. Mübtəda veririk birinci tərəfə, yəni adlıq hal veririk. Adlıq hal verdiyimizə görə him gedir, çünki him obyekt haldır, adlıq hal deyil. Xəbərimiz təkdir, is. Xəbər tək olduğuna görə zey cəm xəbərsi, zey is yox, zey ar ola bilər və ya you is yox, you are ola bilər. B və Y variantı qalır. İkinci tərəfdə də with sözünüdür. Sözünüdən sonra obyekt hal gəlir, amma B-dəki she obyekt hal deyil. Cavab qalır Y. 15-ci sualda hər iki nöqtədən əvvəl, birinci nöqtədən əvvəl feil gəlib, ikinci nöqtədən əvvəl to gəlib. Feil və ya to, yəni sözünülərdən sonra obyekt hal gəlir. Deməli, hər iki tərəfə biz obyekt hal verməliyik. A-dakı she obyekt hal deyil, B-dəki he obyekt hal deyil, Y-dəki Z və C-dəki, daha doğrusu C və D variantı obyekt hal baxımından ikisi də doğrudur. Yenə burada biz itlə zəm arasında qalırıq. It və zəm arasında qalanda əvvəldə isim axtarırıq ki, həmin isim təkdir yoxsa cəm. Burada newspaper verib. Bu da tək isim olduğuna görə zəm yox, it verəcək qalır D variantı. Və ya tərcümə ilə yoxlayaq. Do you want to read this newspaper? Sən istəyirsən oxuyasan bu qəzeti. Deyir, I can give. Mən verə bilərəm onu. Onu dedikdə, yəni qəzeti. Ona görə zəm yox, it verəcək.
16-cı sualda let feildir. Feildən sonra obyektal gəlir. His obyektal deyil, asılı və ya müstəqildir. Sonra she adlı haldır. B variantında he adlı haldır. A və D variantı qalır. Əvvəldə söhbət he-dən gedib. O deyir, bütün gün boyu deyir şokolad yeyə bilər. Əgər mən icazə versəm ona deyəndə əvvəldəki he-yə, yəni kişi cinsinə aid olan bir şəxsdən söhbət gedir. Qalacaq him, A variantı her qadın cinsidir. 17-ci sual bir əvvəlki sınaq 30-da da bu barədə bir sualımız var idi. O haqda da danışmışıq. Burada xəbərimiz bizim is təkdir. They, you, izlə yox, are-la işlənir. You are, they are. Ona görə A, B və C variantı qalır. Aktyor, bir əvvəlki sınaqda da bu barədə danışmışdıq ki, aktyor kişi cinsidir. Actress, sonu S-sı ilə bitən qadın cinsidir. Actor kişi cinsi olduğuna görə biz burada he verəcəyik. It ümumiyyətlə canlı deyil, cansıza aiddir. She də qadın cinsidir. 18-ci sualda birinci nöqtə mübtəda vəzifəsindədir. Çünki özündən sonra xəbər gəlib. Xəbərdən əvvəl mübtəda gəlir, yəni adlı hal gəlir. C variantı him adlı hal deyil, obyektdir. İkinci nöqtədən əvvəl without sözünü gəlib, sızsız deməkdir. Within əksi. Sözünüdən sonra obyekt hal gəldiyinə görə Y variantındakı it's gedir. Y variantda qrammatik baxımdan doğrudur. Tərcümə ilə desək, my niece has breakfast every morning. Niece biraz əvvəl dediyimiz nephew sözünün qadın cinsinə aid olan forması. Məsələn, nephew bacıoğlu, qardaşoğlu, oğlan, yəni kişi cinsidirsə, niece bacı qızı, qardaş qızı qadın cinsidir. O heç vaxt məsələn getmir məktəbə without, məsələn o söhbət ondan gedir. My niece mənim bacım qızı və ya qardaşım qızından söhbət gedirsə, he verə bilmərik və ya o təkdə olduğuna görə Z verə bilmərik. Cavab qalır A variantı. 19-cu sualda deməli nöqtədən əvvəl help feil gəlib, feildən sonra obyektal gəlir. She, he obyektal deyil. A, C, D variantı qalır. Əvvəldə ki, mənim qardaşım can't do his homework, edə bilmir ev tapşırığını. Can you help? Sən kömək edə bilərsən ona. Yəni yenə əvvəldəkisi mənim qardaşıma ondan söhbət getdiyinə görə kişi cinsinin obyektalı him. Zem zəmdir, A-dakı her də qadın cinsidir. Nəhayət sonuncu sualda nöqtədən sonra have xəbər gəldiyinə görə xəbərdən əvvəl mübtəda gəlir. Yəni birinci nöqtənin yerinə adlıq hal verəcəyik. Hamısı adlıqdır, problem deyil. Amma she ilə have yox, she has olar. Siz artıq testləri işləyərkən bunlara diqqət eləməlisiniz. Hətta mən tövsiyə edirəm həmişə bizim şagirdlərə ki, bütün qrammatik mövzuları işləyərkən mübtəda xəbər uzlaşmasına hətta imtahanda belə yanı sıra diqqət eləmək lazımdır. She have yox, she has. İkinci nöqtədən əvvəl feil gəlir, feildən sonra da obyekt hal gəlir. It's obyekt deyil, Z obyekt deyil, qalır B və D variantı. It ilə zem arasında, burada zemdir, burada itdir. Bu ikisinin arasında qaldıqda əvvəldəki ismə baxırıq. Əvvəldəki isim souvenirs cəmdə olduğuna görə it yox, zem B variantı veririk. Bu qədər uşaqlar, təşəkkürlər.